Və İmam Qazali dində, ticarətdə dini qorumaqda babında son bölməni izah edir. Çox maraqlı bir məqam var burada. Və deyir, unudulmamalıdır ki, ticarətdə etdiyimiz hər bir əməl yazılır və buna görə hesab verəcəyik. Və burada bir rəvayət nəql edir ki, bir adam ölür gedir və ona soruşurlar ki, Allah Teala sənə nə etdi? O deyir ki, qabağıma 50.000 səhifə qoydu. Ya Rəbb, bu səhifələr kimlərindir? Dedi ki, 50.000 adamla ticarət etmişsən, hər səhifə bunların biri ilə olan alış-verişi göstərir. Bəli. Baxdıqda hər səhifədə bir kimsə ilə olan alış-verişin incədən incəyə yazıldığını gördüm. Əgər aldatdığı kimsədən zimmətində bir qəpik qalmışsa, cəzasını çəkəcəkdir və ona heç bir şeyin köməyi olmayacaqdır. Və burada Peyğəmbər sallallahu aleyhi ve sellemdən deyir ki, bir zaman gələcək ki, o zamanın müsəlmanları bugün sizin etdiyiniz ehtiyatın onda birini etsə, axirətdə əzabdan xilas olacaq. Səbəbini soruşduqda belə buyurur. Çünki sizə xeyir işləməniz üçün kömək edən çox kimsə vardır o dövrdə. İşləriniz bu səbəblə asan olur. Onlar isə, yəni bizim dövrümüzdə, köməkçi tapmayacaqları kimi qafillər arasında tənha, zahirlər arasında qərib qalacaqlar. Və son nöqtəni İmam Qazali çox gözəl şəkildə qoyur və deyir, bu hədisi bildirməkdən məqsədimiz müsəlmanların zamanın halını görüb ümidsizliyə düşməməsi üçündür. O halda, yəni Peyğəmbərimiz deyir ki, sallallahu aleyhi ve sellem, narahat olmayın, üzülməyin. Yəni bizim də indiki 20-ci əsr və ya da Allah Rəsulundan sonraki əsrlərdə yaşayan insanların etdiyi az bir əməl daha çox savab qazanacaq. Və İmam Qazali onu izah edir ki, o halda bu zamanda yuxarıda yazılanların hamısını kim edə bilər deyərək ümidsizliyə düşmək doğru deyil. İmam Qazali çox çətin şərtlər sayırdı orada. Və deyir ki, bunlar hamısını kim edə bilər? Bunu düşünüb də ümidsizliyə qapılmaq doğru deyil. Nə qədərin edə bilsələr, o qədər qazanc əldə edərlər. Axirətin dünyadan daha yaxşı olduğuna inanan kimsə, bunların hamısını da edə bilər. Axirətin dünyadan daha yaxşı olduğuna inanan kimsə. Əgər bunu edən adam olsa, bunların hamısını diqqət etmək insanı kasıb hala salar, insanı kasıb eləyər. Yəni, nə olacaq başqa? Ölmək istəyən ki, kasıb eləyər. Sonsuz səadətə səbəb olacaq bir kasıblığa da dözülə bilər. Yəni, həmin kasıblıq hansı ki, o səni əbədi səadətə aparır. Sən ticarətdə halal qaydalara riayət edirsən axirətə görə, axirətdə riayət elədiyə görə kasıb hala düşürsən, olsun deyir. Bu kasıblıq qarşılığında, müvəqqəti kasıblıq qarşılığında əbədi səadət və axirət qazanırsan. Sonsuz səadətə səbəb olacaq bir kasıblığa dözülə bilər. Xüsusilə bir çox kimsə vardır ki, bir neçə şey qazanmaq üçün fırtınalı havalarda, sıxıntılı səfərlərə, bir rütbəyə qovuşmaq üçün nə qədər məhrumiyyətlərə dözür. Bəli. Bir adam universitetə daxil olmaq, müəyyən rütbə qazanmaq, müəyyən yerlərə gəlmək üçün 11 il çalışır. Nə qədər pullar tökür, gecə-gündüz yatmır, bütün günü oxuyur, bəzən gözü zəifləyir, eynək taxır. Nə qədər problemlər əmələ gəlir də. Nədir? Mən oxuyum, müəyyən peşə sahibi olum, müəyyən yerlərə gəlim. Halbuki ölüm gəldikdə əllərindəkilərin hamısı gedəcək. Buranı bir dənə oxuyum. Deyir ki, xüsusilə bir çox kimsə vardır ki, bir neçə şey qazanmaq üçün fırtınalı havalarda sıxıntılı səfərlərə, bir rütbəyə qovuşmaq üçün nə qədər məhrumiyyətlərə dözür. Halbuki ölüm gəldikdə əlindəkilərin hamısı gedəcək. Gedəcək, boş yerə çalışmış olacaq. 11-ci sinif oxuyur, 11-ci qədər oxuyur, ciddi çalışır, universitetə daxil olur, yüksək balla universitetə qəbul olur. Nə olur? Allahın artıq hökmü gəlir və onun Allah canını alır. Və o 11 illik əziyyətin heç bir bəhrəsini görmür. Dolayısıyla biz bu işləri apararkən paralel şəkildə heç bir halda axirət öhdəliklərimizi, Allahın əmrlərini ihmal eləməməliyik. Yəni, belə deyək, gözümüzdən çıxartmamalıyıq. İcra eləməliyik hamısını. Bir kimsə əbədi səadəti üçün çalışarsa, özünə edildiyi zaman sevmədiyi bir rəftarı başqalarına da etməsin. Bir kimsə əbədi səadəti üçün çalışırsa, özünə edildiyi zaman sevmədiyi bir şeyi, bir rəftarı başqalarına da etməsin. Bəli, İmam Qazali əslində bu ticarət bölməsi çox böyükdür. Burada sadəcə bir kiçik başlıq ticarətdə dini qorumaq və burada 7 dənə ehtiyat tədbir, yəni sayır İmam Qazali.